Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bildiyiniz kimi MİQ imtahanına çox az bir zamanımız qalıb. İstədim yenidən sizlərə belə bir sual-cavab videosu ilə dəstək olam. Təbii ki, YouTube kanalımda bəzi mövzuların, izahların açıq paylaşmışam. Bəzən də dərslərimizdə müzakirə qaydlarından paylaşmışam. Təbii ki, indi hamısını paylaşmaq olmur, çünki müdavimlər üçün hazırlanır onlar. Amma yenə də əlimdən gələn qədər sizlərə dəstək oluram. YouTube kanalıma abunə olun. Ödənişsiz WhatsApp qrupuma qoşula bilərsiniz. Ödənişsiz Telegram kanalım var ki, qoşula bilərsiniz. Instagram səhifəmizdən də bizi izləyə bilərsiniz. Yəni belə. Və onu da qeyd edim ki, qruplarımız artıq təkrara başlayıb. 5-ci sinifdən bəzi qruplarımız 5-ci sinifdədir, bəzi qruplarımız 6, bəzi qruplarımız artıq 7-ci sinifə başlayırıq. Yəni hansı qrupa istəsəniz qoşula bilərsiniz. Belə. Gəlin indi dərhal başlayaq sual-cavabı. Bugün istəyirəm sizə 6-cı sinifdən qarışıq suallar verəm, görək necədir vəziyyətiniz və deməli bu videonu YouTube-a yerləşdirəcəm. Keçən dəfə də qeyd etdiyim kimi nə edəcəksiniz? Yorum mesaj bölməsində cavabları yazacaqsınız və mən də cavablara bir-bir nəzər yetirəcəm. Hansı sualda qaranlıq qalsa orada sual verə bilərsiniz, cavablandıracağım. Gəlin başlayaq 6-cı sinifdən hardan sizə sual verək. Bizə deyin görək, birinci sualım 4-5 nömrəli yeyələrdə dişlərin sayı nə qədərdir? Bir qoyun sualı cavablandırın. İkinci sual, əgər biz tingin yerini dəyişmək istəyiriksə, onu hansı məhlulda saxlamalıyıq? Bu ikinci sualım və bu məhlulda saxlamağımızın səbəbi nədir? Bu da üçüncü sualım, situasiya tipli. Növbəti sual, bizə deyin görək, asma kilidin əsasını nə təşkil edir? Növbəti sualımız gəlsin, bir sualımıza tikiş mövzusundan gəlsin. Sizə deyəcək ki, qoşa sapla tikilən tikişin hər iki tərəfindən məmulatın üst tərəfindən tikişin salınmasıdır. 6-cı sinifin sonunda bilirsiniz ki, tikiş mövzuları var. Deyin görək bu hansı tikişdir? Bəs yaxşı, tikişdən bir sual da verək gəlim. Məmulatın kənarını qatla və tik. Bu sualın da cavabını yazın. Qoy tikişdən 2 sualımız olsun. Növbəti sual vitaminlərdən. Bizə deyin görək, o hansı vitamindir ki, o hansı vitamindir? Sizə deyəcək, hansını desin testdə məsələn. Gəlin bəlkə, yox, o bir vitamindən soruşacağım sizdən. Deməli, sizə deyəcək, o hansı vitamindir ki, dənli bitkilərdə, bir də ət məhsullarında daha çoxdur. Dənli və ət. Deməli, biri var idi dənli və ətdə, biri isə dənli və paxlallarda. Elə bu iki sual ikisində cavabını yazın. Görək, mövzuları oxuyan zaman diqqət edirsinizmi, yoxsa necə? Bir-iki sualda hansı mövzudan gəlsin? Bir situasiya sualı gəlsin bəlkə. Deməli, sizə deyir ki, çilingər əl bıçqısını götürüb. Çilingər əl bıçqısını götürüb və demək, metal zolağı kəsən zaman nə edib? Bıçqı lövhəsini çərçivəyə nəzərən 90 dərəcə demək, fırlatmaqla həmin metal zolağı kəsib. İndi sizə deyirəm, bu metal zolaq haqqında bir doğru fikir irəli sürün. Bir doğru fikir. Bu belə, situasiya sualımıza cavablandırın. Növbəti sual hardan gəlsin? Kranlardan bəlkə bir sual verək, hə? Sizə deyəcək, kran başlığını axıra qədər bağlaya bilmirəm. Səbəb nədir? Bu sualımızı da cavablandırın. Bir sual gəlsin sizə hardan? Hardan gəlsin, oradan yox. Lehimləmə zamanı hansı səhvlərə yol verilə bilər? Lehimləmə zamanı hansı səhvlərə? Daha sonra bir sualda gəlsin hardan? Qəhvə ödənlərdən. Satışda bir-birindən nəyinə görə fərqlənən qəhvə ödənlər var? Suallarımızı cavablandırın mesaj bölməsində. YouTube kanalımıza abunə olun və bizi izləməyə davam edin ki, yeni videolardan xəbərdar olasınız. Sağ olun.